Bu dəfə Zaqatalaya getdik. Uşaqları nənə babasının yanında qoyduq və uzun bir yola Biləsuvardan gedirdik Zaqatalaya. Ata yurduma gedirdik. Amma bu dəfə məqsəd sadəcə gəzmək deyildi. Kaş ki insan belə yolları həmişə xoş səbəblər üçün getsin. Uşaq olanda insan heç düşünmür ki, bir gün gələcək və uşaqlığının keçdiyi evlərə qayıdanda artıq o böyükləri orada görməyəcəksən. O vaxt o sevgini, o qayğını bəlkə də tam dərk etmirsən, amma zaman keçdikcə hər şey daha aydın. Anlayırsan ki, artıq gecdir. O evlərə gedəndə bir vaxt dolu olan o həyətlərin belə sakit olduğunu görmək çox qəribə hiss. Sadəcə xatirələr qalır. İnsan gülümsəyir və ya kövrəlir. Amma baxırsan ki, artıq insanlar yox. İçində elə bir boşluq hissi yaranır ki, izah etmək belə çətindir. Təəssüf ki, biz də burada bir neçə yaxın insanımızı itirmişik. Ona görə də bu səfərdə bəzi ziyarətlər etməliyik. Nənəmizin, babamızın da məzarı burada yerləşir. Onları da ziyarət. Bəzi ziyarətlər etdikdən sonra axşam yeməyə getdik. Açığı biraz tələsik oldu, ürəyimiz ki olmadı. Sürhüllük istədim, amma tam da bəyənmədik orada. Gəlib çayımızı evdə içdik, biraz söhbətləşdik və biraz gec yatdıq. Mən də axşam rutinim etməyi isə unutdum. Səhər duran kimi gəldik səhər yeməyinə və burada isə mütləq maxara sifariş etdik. Çünki Zaqatala gələndə həmişə maxara yeməliyik. Maxara çox dadlı olur. Buradan sonra isə bəzi gediləsi yerlərimiz var idi, bəzi evləri ziyarət etdik və sonra isə yollanırıq Biləsuvara, uşaqların yanına, bacım isə Bakıya qayıdırıq. Bir gün qaldıq. Az da olsa dincəldik. Ziyarətlərimizi də etdik. Ürəyimiz rahat oldu.